Salam qızlar, mən bugün sizlər üçün sual-cavab videosu hazırlayacağım. Almaniyada yaşayan həmyerlimiz 16 yaşlı Əsmər Allahverdiyeva qısa müddət ərzində internetdə məşhurlaşıb. Suallarınızı cavablayıram və başlayaq Facebookda mənə yazılan suallar. Belə ki, Əsmər YouTube'da özünə kanal açıb və hər həftə həyatında baş verən nə varsa onu internetə yüklüyür. Bu dəfə isə Əsmər ona gələn suallara cavab verib. Azərbaycanda yaşamaq istəyirsən nə vaxtsa, amma səmimi. Əlbəttə yaşamaq istəyirəm. Hərdən bezirəm, hirslənirəm, deyirəm ki, gedəcəm Azərbaycanda qalacağım. Amma o qədər də asan deyil. Burada məktəbim var, gələcək planlarımı burada qurmuşam. Ancaq haçansa bəlkə qocalanda, yaşlananda, bəlkə də Bakıda qaldım. Bilmirəm. Suallardan birini cavablandırarkən isə o belə qeyd edib. 14 yaşından qaşlarını alır və bunu etməyən qızlara da geridə qalmış kimi baxır. Azərbaycan qızları qaşlarını almır, toyu olana qədər. Sənin isə 16 yaşın var, niyə görə qaşını alırsan? Mən buna heç də pis baxmıram. Məncə bu qızın gözəlliyini ortaya çıxardır, qaş almaq. Yəni belə qaşlarla burada məncə geçsəm, bu da qəşəng deyil. Almaniyada qəşəng baxmırlar belə şeyə. Məncə o da əslində geridə qalıb. Bakıdakı qızlar da artıq qaşlarını alır. Ancaq yenə də bu temaya girim. Qaşlarımı mən daha da çox, yəni belə forma vermirəm, belə eləmirəm ya da başqa cür eləmirəm. Mən sadəliyi də xoşladığıma görə sadə eləmişəm qaşlarımı, düz. Buna görə də o qədər də çox, yox, sayılar əslində qaşımı alıram. Yəni o qədər də pis baxmıram mən buna. Məncə hamı qaşlarını almalıdır, hər bir gənc qız. Amma hamı da özü üçün bunu cavab verə bilər, qaşını almaq istəyir ya yox. Mən 14 yaşımdan qaşlarımı aldım. Heç bir narahat da eləmirəm.